Salam, hörmətli tələbələr. Bu gün biz sizinlə sahibkarlıq fəaliyyəti haqqında danışacağıq. Amma ilk öncə sahibkar kimdir? Bu haqda danışaq. Sahibkar risk götürərək bazar şəraitlərində yeni imkanlar yaradan, istehsal, xidmət və ya ticarət sahəsində fəaliyyət göstərən şəxs və ya təşkilati rəhbərdir. Bəs sahibkar hansı xüsusiyyətlərə malik olmalıdır? Təbii ki, sahibkar liderlik və təşəbbüskarlıq, riskləri qəbul etmək bacarığı, strategiya qurmaq düşüncəsi, innovativlik və yaradıcı fikir, operativ qərar vermə, maliyyə savadlılığı, müstəqil fəaliyyət, yeni ideyalar yaratmaq və rəqabətə uyğunlaşmaq. Bəs onda sahibkarlıq nədir? Sahibkarlıq mənfəət əldə etmək məqsədi ilə təşəbbüskar şəxslərin və müəssisələrin öz maddi, intellektual və innovativ resurslarından istifadə etməklə həyata keçirdiyi müstəqil iqtisadi fəaliyyətdir. Sahibkarlıq cəmiyyətin ehtiyaclarını ödəmək və mənfəət əldə etmək məqsədi ilə fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilən, iqtisadi məsuliyyəti və riski nəzərə alan və yaxud da ki, iqtisadi məsuliyyətə və riskə əsaslanan müstəqil təşəbbüskarlıq fəaliyyətidir. Bu fəaliyyət maddi, intellektual və innovativ resursların səmərəli istifadəsi ilə yeni məhsulların, xidmətlərin və texnoloji yeniliklərin yaradılmasına, bazara çıxarılmasına və istehlakçılara təqdim edilməsinə yönəlir. Gəlin indi isə sahibkarlığın əsas xüsusiyyətlərinə baxaq. Təbii ki, sahibkarlığın da özünə məxsus xüsusiyyətləri vardır və bunlardan ən birincisi müstəqillik. Deməli, müstəqillik sahibkar burada özü qərar qəbul edir, öz strategiyasını seçir. Sonra mənfəət yönümlülük. Mənfəət yönümlülük fəaliyyətin əsas hədəfi gəlir qazanmaqdır. Risk daşımaq. Sahibkar bazar qeyri-müəyyənliklərini müəyyən edir və öz üzərinə götürür. İnnovativlik, yeni ideya, məhsul və texnologiyaların tətbiq edilməsi. Maddi və intellektual məsuliyyət. Sahibkar öz sərvəti və resursları ilə cavabdehdir. Və buradan sahibkarlıq üçün belə bir tərif ortalığa çıxır. Sahibkarlıq öz biznesini qurmaq, ideyanı məhsul və xidmətə çevirmək, risk edərək mənfəət qazanmaq fəaliyyətidir. Sahibkarlığın əsas məqsədləri nələrdən ibarətdir? Təbii ki, ən birincisi mənfəət əldə etmək. Hər bir sahibkar öz işini qurur və istehsala başlayır ki, mənfəət əldə edə bilsin. Yəni, sahibkarlığın ən vacib əsas məqsədlərindən biri məhz mənfəət əldə etməkdir. Daha sonra bazar payını genişləndirmək, yəni istehsal etdiyi məhsulun bazarda daha istər yerli, istər xarici bazarlarda özünə yer tutmasını təmin etmək, innovasiyalar tətbiq etmək, yəni yeni məhsullar istehsal etmək, analoq olmayan məhsullar istehsal etmək, müştəri ehtiyaclarını ödəmək, sosial məsuliyyəti düşünmək, sosial məsuliyyət daşımaq və ən vacibi də iş yerlərinin yaradılması, yəni iş yeri yaratmaq. Sahibkarlığın bir neçə funksiyası vardır ki, bunlardan ən birincisi istehsal funksiyasıdır. İstehsal funksiyası sahibkarlığın ən əsas funksiyalarından biridir və cəmiyyətin tələbatını ödəmək üçün məhsul və xidmətlərin yaradılması ilə əlaqədardır. Bu funksiya sahibkarın iqtisadi fəaliyyətinin tam mərkəzində dayanır. Çünki biznesin əsas məqsədi yeni dəyər yaratmaq və mənfəət əldə etmək sayılır. İstehsal funksiyası deməli, sahibkarın xam malı məhsula, ideyanı dəyər yaradan xidmətə çevrilməsi prosesidir. Bu biznesin ürəyi sayılır. Çünki mənfəət və müştəri məmnuniyyəti də məhz buradan yaranır. İkincisi təşkilati funksiya. Təşkilati funksiya nədir? Bu təşkilati funksiya yəni resursların səmərəli idarə edilməsi. Təşkilati funksiya sahibkarlığın əsas funksiyalarından biridir və biznesdə resursların səmərəli istifadə edilməsi və fəaliyyətin düzgün təşkili ilə sıx bağlıdır. Bu funksiya istehsal və xidmət proseslərinin optimal qurulmasını, resursların düzgün bölüşdürülməsi və işin effektivliyini təmin edir. Təşkilat funksiyası sahibkarın resursları düzgün istifadə etməsi, iş proseslərini
planlaması və idarə etməsi prosesidir. Yəni biznesdə hər şeyin düzgün işləməsini təmin edən bir mexanizmdir. Digər bir funksiya innovasiya funksiyasıdır. Texnoloji və idarə etmə yeniliklərinin tətbiqi ilə bu funksiya biznesdə texnoloji və idarə etmə funksiyalarının yeniliklərinin tətbiqi ilə əlaqədardır. Və bu funksiya sahibkara rəqabət üstünlüyünü qazandırır, məhsul və xidmətin keyfiyyətini artırır, istehsal prosesini optimallaşdırır və bazar tələblərinə uyğunlaşmağa imkan verir. İnnovasiya infrastrukturu, innovasiya funksiyası sahibkarın yeni texnologiya, məhsul və idarə etmə üsullarını tətbiq edərək biznesin inkişaf etməsi prosesidir. Bu biznesin davamlı uğur qazanması və rəqabət üstünlüyü əldə etməsi üçün əsas ən vacib şərtlərdən biridir. Digər funksiya risk funksiyasıdır. Risk funksiyası iqtisadi qeyri-müəyyənliklərin idarə edilməsini təmin edən bir funksiyadır. Risk funksiyası sahibkarlığın ən vacib funksiyalarından təbii ki biri sayılır. Biznesdə iqtisadi qeyri-müəyyənliklərin və potensial zərərlərin idarə edilməsi ilə sıx bağlıdır. Bu funksiya sahibkara gələcəkdə meydana gələ biləcək riskləri öncədən görmək, qiymətləndirmək və onlara qarşı tədbir görmək imkanını verir. Risk funksiyası sahibkarın iqtisadi və əməliyyat qeyri-müəyyənliklərini idarə etməsi, potensial zərərlərin minimuma endirilməsi və fürsətlərdən istifadə etməsi prosesidir. Digər bir funksiyası sosial funksiya sayılır. Sosial funksiya məşğulluq, sosial rifah və s. təmin olunması üçün işlənilən funksiyadır. Sosial funksiyada sahibkarlığın əsas funksiyalarından biri sayılır və biznesin cəmiyyətin sosial rifahına və məşğulluğuna töhfə verməsi ilə bağlıdır. Bu funksiya sahibkarın fəaliyyətini yalnız mənfəət əldə etmək deyil, həm də ictimai fayda yaratmaq məqsədini əhatə etdiyini göstərir. Sosial funksiya sahibkarın iş yerləri yaratması, cəmiyyətin rifahını artırması və sosial məsuliyyət daşıması prosesidir. Yəni sahibkarlıq həm iqtisadi, həm də sosial inkişafın mühüm vasitəsidir. Bəs sahibkarlıq fəaliyyətinin hansı növləri var? Sahibkarlıq fəaliyyətinin ən vacib əsas növlərindən biri istehsal sahibkarlığıdır. İstehsal sahibkarlığı sahibkarın xammal və resursları məhsul və yarımfabrikat istehsalına çevirməsi, eyni zamanda onlara bazarı təqdim edərək mənfəət əldə etməsi fəaliyyəti sayılır. Bu sahibkarlıq növü iqtisadiyyatın ənənəvi və əsas sahələrindən biri hesab olunur. Çünki real məhsul yaratmaqla iqtisadi dəyər yaradır. Bəs istehsal sahibkarlığının əsas xüsusiyyətləri nələrdən ibarətdir? Təbii ki, birincisi məhsul istehsalı, ikincisi texnoloji və innovativ yanaşma, resursların səmərəli istifadəsi, risk daşımaq, mənfəət yönümlülük və s. İndi məhsul istehsalı, istehsal prosesi xammal, enerji, əmək və texnologiyadan istifadə etməklə həyata keçirilir. Məhsullar həm daxili bazara, həm də ixrac üçün istehsal oluna bilir. Texnoloji və innovativ yanaşma yeni texnologiyaların tətbiqi məhsuldarlığı artırır və məhsulun keyfiyyətini təbii ki yaxşılaşdırır. İnnovasiya rəqabət üstünlüyü yaradır. Resursların səmərəli istifadəsi, işçi qüvvəsi, enerji, xammal və maliyyə resurslarının optimal istifadə edilməsi sayılır. Daha sonra risk daşımaq. Risk daşımaq təbii ki istehsal xərcləri, bazar tələbi və texniki problemlər iqtisadi riskləri yaradır. Mənfəət yönümlülük. Məhsul istehsalının əsas məqsədi məhz mənfəət əldə etmək və biznesi davamlı inkişaf etdirməkdən ibarətdir. Və istehsal sahibkarlığın bir neçə növü var ki, bunlardan ən birincisi ilə sənaye istehsalıdır, sonra kənd təsərrüfatı istehsalıdır, tikinti və emal istehsalıdır, enerji istehsalıdır və s. Başqa sözlə desək, istehsal sahibkarlığı sahibkarın xam malı məhsula çevirməsi, bazara çıxarması və mənfəət əldə etməsi fəaliyyətidir. Bu növ sahibkarlıq iqtisadiyyatın məhsul yaratma mexanizmində sayılır.
Digər bir sahibkarlıq növü ticarət sahibkarlığıdır. Təbii ki, bura topdan satış və pərakəndə satış fəaliyyəti belə deyək daxildir. Ticarət sahibkarlığı sahibkarın məhsul və ya xidmətləri alıb satmaqla mənfəət əldə etdiyi iqtisadi fəaliyyət növüdür. Bu sahədə əsas məqsəd nədir? Bu sahədə əsas məqsəd malların dəyərini artırmaq və bazarda tələb təklifin balansını təmin etməkdən ibarətdir. Ticarət sahibkarlığı iqtisadi dövriyyənin və bazarın düzgün işləməsinin əsas elementlərindən biri sayılır. Ticarət sahibkarlığın əsas xüsusiyyətləri məhsulun alğı-satqısı, yəni sahibkar məhsulun istehsalçılardan və ya toptancılardan daha sonra satış qiyməti alaraq, daha sonra bazar qiyməti ilə bazara çıxardır. Satış qiyməti ilə bazara çıxardır. Bazarda vasitəçilik, istehsalçı ilə istehlakçı arasında körpü rolunu oynayır. Məhsulların düzgün qiymətləndirilməsi və vaxtında çatdırılması təbii ki, mühüm əhəmiyyət kəsb edir. Risklərin mövcudluğu, qiymət dəyişiklikləri, tələb azlığı və logistika problemləri iqtisadi riskləri yaradır. Mənfəət yönümlülük. Burada məqsəd alış-satış arasındakı fərqdən mənfəət əldə etmək. Marketinq və satış bacarığı, rəqabət üstünlüyü üçün reklam, promosiyon və satış strategiyalarından geniş istifadə edilir. Ticarət sahibkarlığının növlərinə baxsaq, təbii ki, birinci başdan da dedik, topdan satış, pərakəndə satış, internet ticarət, e-ticarət, ixrac ticarət, idxal ticarət və s. Və başqa sözlə desək, ticarət sahibkarlığı sahibkarın malları və xidmətləri alıb satması, bazarda dövriyyəni təmin etməsi və mənfəət əldə etməsi fəaliyyətidir. Bu növ sahibkarlıq iqtisadi dövriyyənin demək olar ki, qan dövranı adlanır. Ondan sonra maliyyə sahibkarlığı var. Maliyyə sahibkarlığı sahibkarın maliyyə resurslarını idarə edərək, düzgün idarə edərək mənfəət əldə etdiyi iqtisadi fəaliyyət növüdür. Bu sahədə əsas məqsəd pul axınlarını düzgün şəkildə idarə etmək, düzgün şəkildə yönləndirmək və investisiyaları səmərəli idarə etmək və riskləri minimuma endirmək. Təbii ki, maliyyə sahibkarlığı bank, sığorta, investisiya və digər maliyyə xidmətlərini əhatə edir. Maliyyə sahibkarlığına təbii ki, növlərinə nəzər salsaq, bank sektorları, sığorta şirkətləri, sığorta sahələri, investisiya fəaliyyəti, rəqəmsal maliyyə, maliyyə məsləhətçiliyi və s. misal göstərmək olar. Başqa sözlə desək, maliyyə sahibkarlığı sahibkarın pul və kapital resurslarını səmərəli istifadə etməsi, səmərəli idarə etməsi, maliyyə əməliyyatlarını aparması və investisiya edərək mənfəət əldə etməsi fəaliyyətidir. Bu sahə iqtisadiyyatda pul axınının düzgün işləməsini təmin edən vacib mexanizmlərdən biridir. Daha digər bir sahibkarlıq növü isə innovasiya sahibkarlığıdır. İnnovasiya sahibkarlığı sahibkarın yeni ideyalar, texnologiyalar, məhsullar və xidmətlər yaradaraq bazara çıxardığı və mənfəət əldə etdiyi fəaliyyət növüdür. Bu sahibkarlıq növü əsasən yüksək texnologiyalı sektorları, startapları və tədqiqat inkişaf fəaliyyətlərini əhatə edir. İnnovasiya sahibkarlığı iqtisadi inkişaf, rəqabət üstünlüyü və texnoloji tərəqqi üçün təbii ki, əsas amillərdən biridir. İnnovasiya sahibkarlığının isə əsas növlərinə misal gətirə bilərik. Texnoloji startapları, biotexnologiya və ya səhiyyəni, yaşıl texnologiyaları, rəqəmsal biznes və vintage onlayn ödəniş sistemlərini, araşdırma və inkişaf mərkəzlərini, innovasiya mərkəzlərini və s. misal gətirmək olar. Başqa sözlə desək, innovasiya sahibkarlığı sahibkarın yeni ideya və texnologiyalardan istifadə edərək bazara məhsul və xidmət çıxartması, risk edərək mənfəət əldə etməsi fəaliyyətidir. Bu sahibkarlıq növü həm iqtisadi inkişafı, həm də texnoloji tərəqqini daha da sürətləndirir. Sahibkarlığın hüquqi formaları deyəndə nə başa düşürük? Sahibkarlığın hüquqi formaları, yəni məsələn, fərdi sahibkar, məsələn, məhdud məsuliyyətli cəmiyyət, məsələn, açıq səhmdar cəmiyyəti, kooperativlər və s. İndi gəlin bunlar haqqında qısa-qısa məlumat verərək davam eləyək.
Fərdi sahibkar nədir? Fərdi sahibkar bir növ bu fiziki bir şəxsdir. Fərdi sahibkar öz fəaliyyəti hesabına belə deyək, öz hesabına fəaliyyət göstərən fiziki şəxsdir. O biznesin bütün resurslarına sahibdir və bütün əməliyyatlara görə tam məsuliyyət daşıyır. Fərdi sahibkar kiçik biznes və xidmət sahələrində geniş yayılmışdır. Kiçik dükanlar, kafelər və s. buna misal gətirmək olar. Məhdud məsuliyyətli cəmiyyət deyəndə nə başa düşürük? Burada hüquqi şəxs statüsuna malik bir və ya bir neçə təsisçi tərəfindən yaradılan kommersiya təşkilatlarıdır. Məhdud məsuliyyətli cəmiyyətin əsas xüsusiyyəti onun təsisçilərinin məsuliyyətinin cəmiyyətin kapitalına belə deyək, sərhədli olmasıdır. Yəni, şəxsi mülkiyyətləri risk altında deyil. Bu forma orta və kiçik biznes üçün çox geniş istifadə edilir. Açıq səhmdar cəmiyyəti, açıq səhmdar cəmiyyətləri sərbəst bazarda satıla bilən hüquqi şəxsdir. Bu cəmiyyət böyük kapital tələb edən layihələr üçün nəzərdə tutulur. Səhmdarların məsuliyyəti sərmayə qoyduqları kapitalın məbləği ilə sadəcə məhdudlaşır. Açıq səhmdar cəmiyyəti əsasən sənaye, bank, maliyyə sektorlarında fəaliyyət göstərir. Kooperativlər. Kooperativlər nədir? Kooperativlərin üzvləri ortaq iqtisadi maraqlarını təmin etmək məqsədi ilə birləşən təşkilatlardır. Üzvlər həm kapital, həm də əmək qatqısında iştirak edirlər. Yəni, kooperativlər əsasən kənd təsərrüfatı, istehsal və xidmət sahələrində fəaliyyət göstərirlər. Mənfəət təbii ki, üzvlər arasında paylanır. Bundan başqa ailə biznesi var. Ailə biznesi sahibkar və onun ailə üzvləri tərəfindən idarə olunan bir biznesdir. Bu forma işin idarəsi və sərvət paylaşımında da sadəcə ailə prinsiplərinə əsaslanır. Ailə biznesi uzun müddətli və davamlı fəaliyyət üçün əlverişlidir. Həm də o sosial məsuliyyət daşıyır təbii ki. Dövlət özəl əməkdaşlığı, tərəfdaşlığı, dövlət özəl tərəfdaşlığına bunların dövlətin və özəl sektorun birgə əməkdaşlığına əsaslanan biznes formasıdır. Bu modeldə dövlət layihə üçün infrastrukturu və resurs təmin edir. Özəl tərəf isə investisiya layihələrində belə deyək, investisiya və idarəetməni həyata keçirir. Dövlət özəl əməkdaşlığı əsasən böyük infrastruktur layihələrində, yol, enerji, sənaye və təhsil sahələrində tətbiq olunur. Buradan belə bir nəticəyə gəlmək olar ki, hüquqi sahibkarın məsuliyyət səviyyəsini, resurs idarəsini və vergi ötəliklərini müəyyən edir. Kiçik biznes üçün fərdi sahibkar və məhdud məsuliyyətli cəmiyyət daha uyğundur. Böyük layihələr üçün isə açıq səhmdar cəmiyyətləri və dövlət özəl əməkdaşlıqda geniş istifadə olunur və kooperativ və ailə biznesi isə həm iqtisadi, həm də sosial məqsədlər daşıyır. Sahibkarlıq fəaliyyəti üçün əsas mərhələlərdən danışsaq, bunlara əsasən misal göstərmək olar. Biznes ideyasının formalaşması, təbii ki, burada tələbat müəyyən edilir, trend araşdırılır, bazar boşluqları analiz edilir və s. Bazarın öyrənilməsi, təbii ki, burada rəqibləri təhlil edilir, daha sonra SWOT analizi aparılır, istifadəçi davranışları tətbiq olunur. Biznes planının hazırlanması, yəni sahibkarlıq fəaliyyətində demək olar ki, ən vacib belə deyək, mərhələlərdən biri sayılır. Biznes planının hazırlanması əsasən biznes plan aşağıdakı bölmələrdən ibarət olur. Məhsul xidmət təsviri, marketinq strategiyası, təşkilati struktur, maliyyə planı, yəni gəlir, xərc, rentabellik, investisiya ehtiyacı varmı, yoxmu, risk analizi və s. Qeydiyyat və hüquqi prosedurlar. Burada vergi orqanından qeydiyyatdan keçirilir, bank hesabı açılır və lisenziyası tələb olunan sahələrdə icazələr alınır və s. Biraz da kiçik və orta sahibkarlıq haqqında qısa bir məlumat verək. Kiçik və orta sahibkarlıq iqtisadiyyatın dinamik inkişafını təmin edən və əsasən iş yerlərini yaradılmasına, innovasiyaların tətbiqinə və bazar iqtisadiyyatının güclənməsinə
xidmət edən sahibkarlıq sahəsidir. Bu sahə əsasən mikro, kiçik və orta sahibkarlıq subyektlərini əhatə edir və iqtisadiyyatın əsas driverlərindən biri hesab olunur. Çünki kiçik və orta sahibkarlıq iqtisadiyyatda çox böyük rolu vardır. Belə ki, onun aşağıdakı iqtisadiyyatdakı rollarından bir neçə misal gətirmək olar. İqtisadi inkişafın sürətləndirilməsi, kiçik və orta sahibkarlıq iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərir, bazar iştirakçılarını stimullaşdırır və rəqabət mühitini daha da gücləndirir. Məşğulluq yaratmaq. Kiçik və orta sahibkarlıq iş yerlərinin 70-80%-ni təmin edir. Bu da işsizliyin azalmasına və əmək bazarının inkişafına öz töhfəsini verir. İnnovasiya və texnologiya tətbiqi. Kiçik və orta KOB-lar yeni məhsullar, xidmətlər və biznes modelləri yaradaraq innovasiya proseslərinin əsas mənbələrini təşkil edirlər. Regionların sosial-iqtisadi inkişafında da KOB-ların böyük əhəmiyyəti vardır. Yerli iqtisadiyyatın inkişafını dəstəkləyir, kiçik şəhər və kənd yerlərində biznes fəaliyyətini genişlənir. Daha sadə dillə desək, iqtisadi inkişafın kiçik və orta sahibkarlıq iqtisadi inkişafın ən əsas hərəkət verici qüvvəsi, iş yerlərinin yaradıcı və innovativ sahəsidir. Kiçik və orta sahibkarlıq həm iqtisadi, həm də sosial baxımdan cəmiyyət üçün böyük əhəmiyyət daşıyır. Sahibkarlıqda innovasiya. Yəni dövrümüzün ən aktual, belə deyək, aktual mövzularından biri məhz innovasiyadır. Müasir iqtisadiyyatda, rəqəmsal iqtisadiyyatda innovativ texnologiyaların tətbiqi məhz iqtisadi inkişafın sürətlənməsinə öz əhəmiyyətini verir. Sahibkarlıqda innovasiya nə kimi rol oynaya bilər? Məsələn, sahibkarlıqda innovasiya yeni məhsul yaradır, yeni istehsal texnologiyası yaradır, yeni idarə etmə üsulu yaradır, yeni bazar açmaq üçün üsullar verir, yeni satış metodu qoyur ortalığa. İnnovasiya sahibkarı ümumiyyətlə dəyişik yaradan şəxsdir, yəni innovator. Sahibkarlığın iqtisadi rolu nələrdən ibarətdir? Təbii ki, sahibkarlıq rəqabət mühitini gücləndirir, milli gəliri artırır, dövlət büdcəsinə vergi gəliri yaradır, regionların inkişafını təmin edir, innovasiyanı stimullaşdırır və sahibkarlıqda əsas problemlər də vardır. Təbii ki, burada startap kapitalının çatışmamazlığı, ixrac imkanlarının məhdudluğu, logistika və resurs problemləri və s. bu da sahibkarlığın əsas problemlərindən sayılır. Və bildiyimiz kimi Azərbaycanda dövlət sahibkarlığa çox böyük dəstək formaları yaratmışdı. Elə bunlardan birinin sahibkarlığın inkişaf fondunun yaradılmasıdır ki, sahibkarlığın inkişaf fondunda sahibkarlara çox xüsusi, belə deyək, dəstək formaları ilə dəstək olurlar. Yəni bunlar hansılardır? Bunlarda məsələn vergi ücrətləri yaradırlar, sonra kredit və lizinq dəstəyi yaradırlar, göstərirlər. Ondan sonra təlim və konsultasiyalardan, belə deyək, təlimlərdə, konsultasiyalarda iştirak edirlər, innovasiya qrantları yaradırlar, ixrac dəstəyi göstərirlər və s. Bu kimi dövlət dəstək proqramlarından sahibkarlar dövlətin dəstək proqramlarından istifadə edirlər. Sahibkarlığın yeni inkişaf tendensiyalarına nəzər yetirsək, sahibkarlığın ən yeni inkişaf tendensiyaları rəqəmsal sahibkarlıqdır, süni intellektlə idarə etmədir, yaşıl sahibkarlıqdır, ekologiya yönümlü biznesdir, internet startaplarıdır və s. və digər bu kimi növbəti inkişaf tendensiyalarını görmək olar. Diqqətiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Növbəti videolarda görüşmək, növbəti dərslərdə görüşmək üzrə.